İctimai Güvən Nəşriyyatının keçirdiyi sınağa baxırıq. 10-cu sinif A variantı. Uzaqdakı əşyanın xəyalının insanın gözündə torluq işadan öndə alınmasının səbəbi göz almasının uzunsov olması və billurun qabarıqlığının artmasıdır. Çünki göz alması normadan uzun olduqda fokus nöqtəsi torluq işığa çata bilmir və ondan öndə yerləşir. Billur daha qabarıq olduqda isə işıq şüalarını normadan daha güclü sındırır. İkinci sual. İnsanda eşitmə orqanının quruluşuna aid strukturlardan hansının eşitmədə bilavasitə rolu yoxdur? Qulaq seyvanı səs dalğalarını toplayıb xarici qulaq keçəcəyinə yönləndirir. Xarici qulaq keçəcəyi səsi təbil pərdəsinə ötürür. İlbiz daxili qulaqda yerləşir və səs dalğalarını sinir impulslarına çevirir. Təbil pərdəsi ümumiyyətlə səs dalğalarının təsiri ilə titrəyir və həmin təbil pərdəsində yaranan rəqslər orta qulağa sümüyə ötürülür. Eşitmə borsunun isə heç bir eşitmədə rolu yoxdur. Üçüncü sual. Təbii immunitet və süni immunitetlə bağlıdır. Eyler-Ver diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Müalicə zərdabı vasitəsilə yaranır. Müalicə zərdabı vasitəsilə yaranan süni immunitetdir. Anadan gəlmə olur. Təbii immunitet anadan gəlmə olur. Bəzi xəstəliklər keçirildikdən sonra yaranır. Təbii immunitetdir. Ortaq xüsusiyyət sayıla bilməz, səhvdir. Peyvəndlər vasitəsilə yaranır süni immunitet. İnfeksion xəstəliklərə müqavimətini artırır. Hər ikisi. Doğru cavab C variantı. İnsanın baş beyin sinirlərinin sayı onurğa sinirlərinin sayına nisbəti. Baş beyindən 12 cüt kəllə beyin siniri çıxır. Onurğa beyni isə 31 cütdür və qarışıq sinirlərdir. 12-nin 31-ə nisbəti. C variantı. 5-ci sual. İnsanın həzm kanalından kənarda yerləşən həzm vəzlərinin axarları açılır. İnsanın həzm kanalından kənarda yerləşən həzm vəzləri mədə-altı və ağız suyu vəzlərdir. Mədə-altı vəzinin axacağı açılır nazik bağırsağa. Ağız suyu vəzlərinin də axacaqları açılır ağız boşluğundan. Cavab B variantı. E-vitində sidiyin toplandığı orqan təbii ki, E-viti məməlilərdir, sidik hissəsi adlanır. 7-ci sual. Hemoglobin zülalı insanın hansı hüceyrələrində olur? Hemoglobin qırmızı eritrositlərdə olur. Hemoglobin zülalı qanda eritrositlərdə olur. Sarı cisim əmələ gəlir. Yumurtalıqlarda yumurta hüceyrənin xaric olunduğu yerdə əmələ gəlir sarı cisim və müvəqqəti daxili sekresiya dəstəsidir sarı cisim. Qadın cinsiyyət sistemində, yəni yumurtalıqlarda əmələ gəlir. A variantı. 14 yaşlı yeniyetmənin alt çənəsindəki maksimum neçə diş olur? Olar. 14 yaşlı bir yeniyetmənin ağıl dişləri çıxmayıb, ağıl dişləri çıxır 16 yaşdan sonra və 14 yaşlı bir yeniyetmənin ağzında 28 diş olduğuna görə təkcə alt çənəsində soruşduğu üçün 14-ü götürərəm. 14 yuxarıda, 14 aşağıda. Şirin su hidrasında olur. Şirin su hidrasında təbii ki sinir hüceyrələri. Uşağın doğulduqdan sonra inkişaf dövrlərində hansıların davam etmə müddəti 1 ildən azdır. Yeni doğulma 4 həftə çəkir. Südəmər dövrü isə 11 ay çəkir. Ona görə də yeni doğulma və südəmər dövrü 1 ildən azdır. Çərtikə və kəpənək verilib. Eyler-Ver diaqramına əsasən X, Y, Z müəyyən edin. Baxaq. Pup mərhələsi keçirmədən yetkin həşərata çevrilir. Pup mərhələsi keçirmədən yetkin həşərata çevrilən həşərat çərtikədir. Pulcuq qanadlılara aiddir. Təbii ki, kəpənək pulcuq qanadlılara aiddir. Yumurtasından sonra sürvə çıxır hər ikisində. Daha sonra tam çevrilmə yolu ilə gedir kəpənəklər. Qanı qazlar mübadiləsində iştirak etmir hər ikisi. Cavab Y variantı.
13-cü sual. Boğazlıq dövrü qısa, doğulan balaların sayı çox olan. Deməli, məməlilərdə boğazlıq dövrü və balaların sayı adətən bədən ölçüsü ilə əlaqəli olduğu üçün kiçik məməlilərdə boğazlıq dövrü qısa olur. Tutaq ki, məsələn, dovşanlarda, siçanlarda bunlar kiçik məməlilərdir. Bunların boğazlıq dövrləri nisbətən qısa olur. Filə, balinaya nisbətən qısa olur və doğulan uşaqların sayı çox olur. Yəni, kiçik məməlilərdə boğazlıq dövrü qısa, bala sayı çox olur. Bizdən də boğazlıq dövrü qısa, amma doğulan balaları sayı çox olan məməliləri seçin deyir. Bu siçan və dovşan olacaq. 2, 4. İnsanın hansı orqanına vena damarları ilə qan gətirilir? Vena damarları ilə qan gətirilir. Bu ürəkdir. Çünki ürək qan damar sisteminin mərkəzi sayılır. Bütün bədəndə yığılan qan, venoz qan yuxarı aşağı boş venalarla ürəyə gətirilir. Qadın orqanizmində cüt sayda olan qarışıq sekresiya vəzləri təbii ki, yumurtalıqlardır və bunlar bədən boşluğunda harda yerləşir? Çanaq boşluğunda yerləşir. Cavab C variantı. Uyğunsuzluğu müəyyən edin. Kalmar başayaqlılar sinifinə aiddir. Düzdür. Əqrəb, xərçəng deyil, hörümçəklərə aiddir. Tarantul hörümçəklərə aiddir. Güvə həşəratlara, anadonta da ikitaylılara aiddir. Cavab B variantı. Əqrəb, xərçəng kimlərə aid deyil. Hörümçəklərə aid. 17-ci sual dişlə bağlıdır. Diş tacıdır, boynudur və köküdür. Diş tacı ağız boşluğunda görünən hissə sayılır və mina qatı ilə örtülüdür. Diş boynu diş tacı ilə diş kökü arasında qalan hissədir. Diş boynu və diş əti ilə örtülü olur. Dişin kökü isə çənə sümüyündəki diş yuvasına daxil olan hissələrdə yerləşir və xaricdən sement qatı ilə örtülüdür. Cavab C variantı. 18. Bütün boğmayaqlı heyvanlar üçün ortaq xüsusiyyət sayıla bilər. Bədənin baş, döş və qarıncıqdan ibarət olması təbii ki, xərçəng və hörümçəklərə aiddir, amma digərlərində baş, döş və qarıncıqdan 3 hissədən ibarətdir. Bunu ümumi götürmərəm. Yumurtadan çıxan sürvənin yetkin fərdə oxşaması. Bu tam çevrilmədə tutaq ki, misal oxşamır. C variantında ağız aparatının gəmirici olması. Ağızları müxtəlif aparatda olur. Sorucu var, gəmirici var, dişib yalayıcı var, dişib sorucu var. Bədənin aktivləşmiş xarici skeletlə örtülü olması bütün boğmayaqların əlamətidir. Qanın yalnız damarlarla hərəkət etməsi isə açıq qan damar sistemidir. Boğmayaqlar tipində və qan damarlardan bədən boşluğuna axır. Cavab B variantı. 19-cu sual. Akula, timsah, balina, qurbağa müəyyən edin. Akula qığırdaqlı balıqlara aiddir, timsah sürünənlərə aiddir, balina məməlilərə aiddir, qurbağa suda qurda yaşayanlara aiddir. Baxaq, daxili skelet, ümumi xüsusiyyətləri seçməliyik. Daxili skelet, bəli, hər biri xordallar tipinə aiddir, hər birində daxili skelet mövcuddur. Suda həll olmuş oksigenlə tənəffüs, akula suda həll olmuş oksigenlə tənəffüs edir və burada qurbağa edə bilər. Timsahla balinaya aid etmirəm. Xarici mayalanma burada qurbağa da var. Aid edə bilmərəm. Qapalı qan damar sistemi, bəli, hər birində var. Cavab A variantı. Diri bala doğma isə hər birinə aid edə bilmərəm. Sakit halda tənəffüs zamanı etdiyi qazın həcmi tənəffüs havanın həcmindən neçə dəfə çoxdur? Biz 1 dəqiqədə 16 tənəffüs hərəkəti edirik. Baxaq, 10 dəqiqədə neçə tənəffüs hərəkəti etmişik? 160 tənəffüs hərəkəti olunur. Bir tənəffüs hərəkətində atmosferə CO2 20 ml xaric olunur. Bəs 160 tənəffüs hərəkətinə nə qədər xaric olunur? X-i taparıq. 3200 mililitr CO2 karbon qazı və deməli bu zaman tənəffüs etdiyimiz havada 500 mililitrdir. 3200 mililitri mən 3200 mililitri bölsəm 500 mililitrə taparam nə qədər çox imiş? 6,4 dəfə çox imiş. Cavab A variantı. 21-ci sual. Yanlış bəndi müəyyən edin. Əzəllər dayaq hərəkət aparatının aktiv hissələrini, əzəllər bəli aktiv hissəsini təşkil edir, düzdür. Əzələ toxumasının 3 növü var, bəli, enozolaqlı skelet əzələsi, enozolaqlı ürək əzələsi və sayə əzələ.
Düzdür. Bütün daxili orqanlar saya əzələ olmasından bütün daxili orqanlar xeyr, təbii ki də. Ürək deyil, damaq. Bunlar eyni zolaqlı əzələlərdən təşkil olunur. Saya əzələlərdən təşkil olmayıb. Cavab C variantı. Ürək əzələsinin işi qeyri-iradidir. Düzdür. Mimik əzələlər başın əzələlərinə aiddir. Təbii ki. Mimik əzələlər başın əzələlərinə aiddir. İnsanda təbil pərdəsi. Təbil pərdəsi xarici qulaqla orta qulağı bir-birindən ayırır. Cavab B variantı. Xarici qulaqla orta qulağı bir-birindən ayırır. 23-cü sual. Bunu silək. Sonuncu sualda nəfəs alma zamanı döş boşluğu genişlənir. Nəfəs alma zamanı döş boşluğu genişlənir. Bəli, amma bizdən yanlış istəyir. Qabırğa arası əzələlər yığılır. Qabırğa arası əzələlər yığılır, düzdür. Diafraqma əzələləri boşalır. Xeyr, 5 səhvdir. Nəfəs vermə zamanı diafraqma yastılaşır. Nəfəs vermə zamanı diafraqma xeyr. Ağciyərlərin həcmi kiçilir, bəli. Alveollardakı təzyiq azalır, deyir, azalmır, artır. Cavab 2, 5, 6. Çöl göyərçinin ön ətraf qurşağına aid olan sümüklərin sayı 2 görək, 2 köprücü, 2 qarğa, cəmi 6 sümük, x-in qiyməti 6. Göl qurbağasının üzmə pərdəsi arxa ətraflarında olur yalnız və hər 5 barmaqlarının arasında da 4 üzmə pərdəsi olur. Hər iki ətrafda 4 üstə 4, 8 edəcək. Y-in də qiyməti 8, x-in də qiyməti 6. Onları da toplayırıq. X plus y cəmi edəcək 14. 25-ci sual. Ev itinin skeletində gövdə sümükləri hansı rəqəmli göstərilmişdir? 1 kəllə qutusuna aiddir. 2 fiqərlərdə gövdə skeletinə aiddir. Qabırğalar gövdə skeletinə aiddir. 3, 4 və 5 ətrafların skeletinə aiddir. Şəkildə göstərilən canlı pəncərəgözlər dəstəsinə aid olan sümüklü balıqdır. 1, 4. 27-ci sual. Uşaqlıq borusu və yumurtalıq sayaq xüsusiyyətlərini mayalanmamış yumurtalar ola bilər. Mayalanmamış yumurtalar hər ikisində ola bilər. Rüşeym ola bilər. Rüşeym təbii ki, uşaqlıq borusunda ola bilər. 1-ə getdi B. Ovulyasiya baş verir. Ovulyasiya yumurtalıqda baş verir. Mayalanma baş verir uşaqlıq borusunda. Cüt orqandır. Uşaqlıq borusu da 2 ədəddir, yumurtalığı da 2 ədəddir. Hər ikisinə aiddir. Ortaq xüsusiyyəti 1 B-dir, 2 isə 3 A, Y variantı. Situasiyaya baxaq. Situasiya niyə bu qədər asan düşmüşdü bilmirəm. Amma çox asan idi. Nigar atasını sol biləyindən tutaraq onun nəbz vurğularını saydı və atasının ürəyinin bir dəqiqədə 100 dəfə döyündüyünü dedi. Nigarın nəbz vurğularının saydığı damarda axan qan növünü və bu qan ürək boşluğundan bilavasitə çıxan damarın adını yazın. Arterial damarda təbii ki də arterial qan axır, ürək boşluğundan arto damarı ilə çıxır. 29-cu sualda Nigarın nəbz vurğularının saydığı damarın ritmik titrəyişinə ürəyin bilavasitə hansı kamerasından, deməli sol mədəciyin yığılması zamanı artoya vurulan qan ritmik titrəyişə səbəb olur. 30-cu sual. Nəbz vurğuları sayarkən Nigarın atasının bir ürək sikli neçə saniyə olmuşdur? 1 dəqiqədə 100 nəbz vurğusu saymışdı. 1 dəqiqə 60 saniyədir. Yazırıq 60 saniyədə 100 dəfə olubsa ürək döyüntüsü, bəs 1 saniyədə neçə dəfə olmuşdur? X bərabərdir. 160 60 100-ə bölündə 0,6 edəcək cavab. Bu qədər.